Salam, hər vaxtınız xeyir olsun dəyərli Neftçi TV izləyiciləri. Neftçi xəbərin həftəlik icmalını izləyirsiniz. Misli Premyer Liqasında 27-ci tur yekunlaşıb. Neftçi səfər oyununda qələbə qazanaraq 3 xalı aktivinə yazdırıb. Neftçi Misli Premyer Liqasının 27-ci turunda Səbail ilə üz-üzə gəlib. Asko Arenada baş tutan maçın 17-ci dəqiqəsində komandamızın futbolçusu Filip Ozobiç hesabı açıb. –29-cu dəqiqədə Elvin Camalov hesab arasındakı fərqi bir qədər də artırıb. Birinci hissənin sonlarına yaxın 44-cü dəqiqədə isə rəqib oyunçu Rüfət Abdullazadə fərqlənib. Komandalar fasiləyə Ağqaraların üstünlüyü şəraitində yollanıblar. İkinci hissədə qapılar toxunulmaz qalıb və qarşılaşma Neftçinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Neftçi 27 oyundan topladığı 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qeyd edək ki, Neftçi Misli Premyer Liqasının 28-ci turunda Araz Naxçıvanla qarşılaşacaq. Martın 29-unda Neftçi Arenada baş tutacaq qarşılaşmanın start fiti saat 16:45-də səslənəcək. Əlbəttə, yəni gərgin keçəcəyini bilirdik belə oyunun. Çünki istər meydançı olaraq, istər səfərdə oynayırdıq. Bizim üçün onlar bilirdik ki, bizə qarşı bütün rəqiblər olduğu kimi Səbail də çox ciddi şəkildə çıxacaq. Biz də əlbəttə çox ciddi şəkildə hazırlaşmışdıq. 2 gol vurduq. Yəni gol vurduq, sonra düzdür qapımızda gol gördük. İkincisi bilirdik ki, çox çətin keçəcək. Amma sona kimi mübarizə apardıq və qələbə qazandıq. Bunun üçün dəstəyi olan hər kəsə, bütün azarkeşlərə, hər kəsə təşəkkür edirəm. Bu hamımızın qələbəsidir. İlk növbədə bütün Neftçi sevənləri, bütün komanda yoldaşları, məşqçi heyəti, azarkeşlərimizi təbrik edirəm bu qələbə münasibətlə. Doğrudan da çox ağır oyun oldu, yəni gördüyünüz kimi. İlk növbədə hava şəraiti biraz birinci, ikinci hissə çox isti idi. Yəni əsasən süni meydançada oynamaq çətinlik yaradırdı. Amma buna baxmayaraq biz birinci hissədə 2 top vura bildik. Lakin axırlarda birinci hissəni qol buraxdıq. Amma ümumi götürəndə yəni pis oynamadıq. Yəni bu futbolda normaldır, Səbail də hücuma çıxacaq. Yəni bu heç kim gözləniləndir. Bəli, ona görə də ki, bütün yəni Neftçi sevənləri, komanda yəni hamını təbrik edirəm. Səbail Neftçi qarşılaşmasından sonra komandaların çalışdırıcılarının mətbuat konferansları təşkil olunub. Baş məşqçimiz Samir Abbasov media nümayəndələrinin suallarını cavablandırıb. O narahatçılığın səbəbi birinci hissədə son dəqiqələrdə uzaqdan buraxılan qol və çox boynun üstündə durmuşduq. Nəyin üstündə durmuşduq? Dedik ki, qalib gələk və milli pauzası ki var. Bu həm bizə əhval-ruhiyyə baxımından çox kömək eləyər ki, yaxşı məşqlərimizi eləyək milliyə. Gedən uşaqlar yaxşı əhval-ruhiyyədə gedərlər və s. və çox durmuşduq. Biraz narahatçılıq ondan idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. O biraz uşaqlarda, biraz onu sözün açığı o qədər də anlamadım. Yəni oyunu həmən məcrada davam etdirib, bəlkə də qollar da vurmaq olardı. Amma yəni birinci hissədə doğrudan da yaxşı futbol göstərib, yaxşı atakalara çıxıb, momentlər yaradıb və qol vurmaq, haqlı olaraq da 2-0 öndə çıxmaq və ikinci hissədə oyunun tam elə bir ki, tələbi dəyişdi. Artıq mübarizə aparmalısan, döyüşməlisən sözün əsl mənasında. Bu tərəfdən də baxanda, yəni nə qədər kritikana yanaşsaq ki, niyə belə oturduq, amma bu tərəfdən də biz baxsaq, ondan da uzaq çıxdılar futbolçular. Yəni demək, haradasa 100% moment, bəlkə də bir dəfə oldu, 2 dəfə, bilmirəm, xatırlamıram, amma oradan da yenə deyirəm, uzaq çıxdılar, mübarizəni sonra kimi apardılar. Buna görə də sağ olsunlar. Əsas bu günləri 3 xal çox önəmli idi biz üçün. Həm çempionatdan qopmamaq üçün bunun da öhdəsindən gəldik. Neftçi Peşəkar Futbol Klubunun 3 futbolçusu Azərbaycan milli komandasına dəvət olunub. Bundan başqa 2 futbolçumuz U21, 1 futbolçumuz isə Montenegro millisinə çağırılıb. Neftçinin 3 futbolçusu Rıza Cəfərov, Elvin Camalov və Ağadadaş Salyanski Azərbaycan milli komandasına dəvət olunub. Millimiz yoldaşlıq görüşü çərçivəsində martın 22-sində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, ayın 25-də isə Bank Respublika Arenada Belarus yığması ilə qarşılaşacaq. Hər iki oyun saat 21:45-də başlanacaq. Legioner futbolçumuz Edvin Kuç Montenegro yığmasına dəvət alıb. 31 yaşlı yarım müdafiəçi martın 22-sində Cəbəlli Tariq,
25-də isə Farer adaları ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb. Qeyd edək ki, Kuç Montenegro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası isə martın 17-sində Bakıda və martın 18-dən 26-sınadək Türkiyənin Antalya şəhərində təlim məşq toplanışında olacaq. U21-ə Neftçidən 2 futbolçu Murad Məmmədov və Rəvan Kazımov dəvət olunub. Millimiz hazırlıq çərçivəsində martın 22-sində Moldovanın, martın 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qruplarından ibarət komandaları ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21-də başlayacaq. Neftçi 2 Əvəzedicilər Liqasında növbəti oyununa çıxıb. Ağqaralar 27-ci turda Səbailin qonağı olub. Neftçi 2 Əvəzedicilər Liqasının 27-ci turunda Səbail ilə üz-üzə gəlib. Asko Arenada baş tutan maçda komandamız minimal hesabla məğlub olub. Oyundakı yeganə qolu 24-cü dəqiqədə Rəvan Abbasov vurub. Qeyd edək ki, məğlubiyyətə baxmayaraq Neftçi 2 55 xalla turnir cədvəlindəki liderliyini qoruyur. AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunları baş tutub. Neftçi Futbol Akademiyasının bütün komandaları meydandan qələbə ilə ayrılıblar. AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunları baş tutub. Gənclər və U16 liqalarında 26-cı turun oyunları keçirilib. U19 kollektivimiz Turan Tovuza 1-0, U16 kollektivimiz Sumqayıta 2-0 hesabı ilə qalib gəlib. 17 yaşadək futbolçulardan ibarət təmsilçimiz 33-cü tur çərçivəsində EFA ilə oyunda 4-1 hesablı qələbəyə sevinib. 15 yaşlılarımız 26-cı turda istirahət ediblər. U14 və U13 liqalarında 17-ci turun oyunları keçirilib. 14 yaşadək futbolçulardan ibarət komandamız təhsillə oyunda 7-0, 13 yaşlılarımız isə EFA ilə maçda 6-2 hesablı qələbə qazanıblar. Yüksək Qızlar Liqasında 8-ci turun oyunları başa çatıb. Neftçinin qızlardan ibarət kollektivi bu tur çərçivəsində Araz Naxçıvana 9-0 hesabı ilə qalib gəlib. Dəyərli izləyicilər, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Növbəti həftə görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın.